Salam dostlar, bugün Temu'dan sifariş etdiyim sarımsaq əzəni test edəcəyim. Hər ikisini real mətbəx şəraitində yoxlayacağım və videonun sonunda deyəcəyim hansını almağa dəyər, hansını isə almaq məsləhət deyil. Birinci sarımsaq əzənlə başlayaq. İlk baxışdan keyfiyyətli görünür və əl tutacağı rahatdır. Sarımsağı yerləşdirib sıxanda görünür ki, kifayət qədər də yaxşı əzir və axırda bərabər parçalarda alınır. İstifadə zamanı çox güc verməyə ehtiyac qalmır. Yəni işlətmək baxımından bu model daha rahatdır. Amma bunun bir mənfi tərəfi var. İstifadə bitəndən sonra yuyulması biraz çətindir və vaxt aparır. Xüsusilə iç hissələrində qalan sarımsaqları təmizləmək çətinləşir. İndi videoda görəcəksiniz. Mənim istifadə etdiyim sarımsaq biraz yaxşı değildi, ona görə biraz çətin oldu. İndi gecə ikinci sarımsaq əzəni. Bu model daha yüngül və dizaynı sadədir. Daha asan olur. Suyun altında tez təmizlənir. Amma əsas problemi işləmə hissəsindədir. Sarımsağı yaxşı əzməyi bacarmır. Bəzi hissələrində tam xırdalanmır və materialı zəif olduğu üçün sıxarkən qırılma təhlükəsi var. Bu da uzun müddətli istifadə üçün uyğun deyil. Gəlin yekun nəticəni çıxaraq. Birinci sarımsaq əzən işlətmək rahatdır və yaxşı əzir. Sadəcə yuyulması biraz çətindir. İkinci sarımsaq əzəni isə yuyulması asandır, amma yaxşı əzmədiyi üçün qırılma riski olduğu üçün praktik deyil. Şəxsi seçimim birinci modeldir. Çünki əsas məqsədi iş görməkdir. Lazım olsa biraz vaxt ayırıb yumaq olar, amma zəif və tez qırıla bilən aləti almaq düzgün seçim deyil. Siz necə düşünürsünüz? Hansı model seçərdiniz? Rəylərdə fikirlərinizi yazın və belə müqayisə videolarının davamı üçün kanalıma abunə olmağı unutmayın. Hələlik.